Bir ləzgi qızı olaraq bugün Meksikanski takosu yeyəcəm. Bir paket içində cəmi 4 ədəd taco sifariş vermişəm, yanında Meksikanski sosu ilə. Sosun tökək üstünə. Görək necə görsənir. Ya bismillah. İlk dəfədir bu arada takosunu yeyirəm. Bu zamana kimi yeməmişəm. Maraqlı dadı var. Tərkibi haqqında məlumat verim. Tərkibində göyərti, ət, sonra pomidor, duz istiyot aşırı dərəcədə var. Yəni yandıran bir yeməkdir və Meksikanski sos da tərkibindədir, xüsusi sos. Üzərinə də yeni biraz əlavə eləyirik. Ya bismillah. Xoşuma gəldi. Bəyəndim. Son üçüncüsünü də yeyirəm. Son bir dənə qalıbdır, onu da podrugama saxlayacağam. Çünki ona da maraqlıdır, takonun dadı. Belə ləzgilərin sıkan yeməyinə də bənzəyir bu arada. Üzrlü hesab edin bir daha. Bilərək belə yemirəm, çünki bunun başqa cür yemək qaydası yoxdur. Acı sevənlər üçün çox xoşuna gəlməyə bilər. Sevməyənlər üçün daha doğrusu. Mənim kimi acılı sevənlər çox bəyənəcək. La Patata səhifəsindən sifariş vermişəm. Orada burritolar, takolar, bir çox Meksika mətbəxi var. Çeşidlər boldur. Hər yerdə çatdırılma edirlər. Baxın, bu formada paketdə gəlir. Çox bəyəndim, çox da xoşuma gəldi. Tövsiyə edirəm.